Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da 2 ilməkdən əmələ gələn bir naxışdır. Naxış 2 ilməkdən əmələ gəldiyinə görə rezinka hissəsində 2-2 yığmışam. İlməklər cüt ilməklərdir axıra qədər. Sapımdakı 100 qramlıq 350 metrəlik sapdır. Bundan da nə istəsəz toxuya bilərsiniz. Jilet, şəkət, svitri, papaq. Ürəyiniz nə istəsə toxuya bilərsiniz. Onun üçün indi mən belə bir sapımı götürürəm. Qısa formada yığacağım. Milimin üstünə 2-2 yığırıq ilməkləri, cüt ilməklərdir. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmək yığdım milimin üstünə. Bu bəs eləyir. Düyün attım, dənə bu sapı kəsirəm artığın. Maneçilik eləməsin. İndi mən burada rezinka toxuyan deyiləm. Bir sıra bu üzdən tərs toxuyuram. Bura düz üzüdür. Birinci ilməyini də toxuyuram, birinci sıra olduğuna görə. Bu qalan ilməkləri də hamısını tərs toxuyuram. İndi tərs üzdən də bir sıra yenə tərs toxuyuram. Düz üzdən ilməklər düz olsun. Siz bunu 2 tərs 2 düzlə toxuya bilərsiniz. Hər iki üzdən. Onsuz da naxış 2 ilməkdən əmələ gəlir. Rezinka hissəni tərs düz 2 tərs 2 düz toxuya bilərsiniz. Mən çox toxuyan deyiləm, ona görə 2 sıra toxudum ki bu düz dayansın. Belə. İndi buradan 2 tərs toxuyuram. 2 tərsdən sonra bir artırma eləyirəm. Bu 2 ilməkdən 1 ilmək çıxarıram. Yenə 2 tərs toxuyuram. Bir artırma eləyirəm. Bu 2 ilməkdən 1 ilmək. Onda yenə də ilməklərin sayı 2 olur. Yenə 2 tərs. Yenə bir artırma. 2 ilməkdən 1 ilmək çıxardım. 2 tərs. Bir artırma. Bu kənardakı ikisindən də birini çıxardım. Tərs üzdən indi artırdığımı da buradan tərs toxuyuram. Bu düzləri düz toxuyuram. 2 tərs 2 düz olur. 2 düz. Yenə 2 tərs 2 düz. Düz üzdən tərs toxuduqlarım bu üzdən düz olur. İndi bura düz üzdür. Düz üzdən kənardan 2 tərsi toxuyuram. Burada birinci artırma eləmişdim, sonra ikisini kəsmişdim. İndi ikisini kəsirəm, buradan ilməkləri bir eləyirəm, sonra artırma eləyirəm. Yenə 2 tərs.
Yenə 2 dənə ilməkdən ikisindən bir ilmək çıxardıb sonra artırma eləyirəm. İki tərs. Bu 2 düz. Bunu artırmanı tərs üzdən bu üzə gələndə buradan götürürəm, artırıram, sonra tərs toxuyuram. Yenə bu üzdən 2 tərs, 2 düz olur. Kenardakiləri də düz toxudum. İndi bir dəfə də göstərirəm. Buradan yenə əvvəlki kimi birinci sırada necə eləmişdiksə o cür 2 tərsi toxudum. Yenə əvvəl artırmanı eləyirəm, sonra ikisindən birini kəsirəm. Sonra 2 tərsi toxuyuram. Yenə artırma elədim. 2 ilməkdən bir ilmək çıxardım. Burada 2 tərs. Bir artırma elədim, 2 ilməkdən birini çıxardım. Yenə 2 tərsi toxuyuram. Bir artırma eləyirəm, bu ikisindən birini çıxardıram. Tərs üzdən indi yenə tərsləri tərs, düzləri də düz. 2 tərs, 2 düz. 2 tərs, 2 düz. İki tərs, 2 düz. Bu formada belə bir naxış alınır. İndi yenə təzə sıranı başlayanda bir sırada əvvəldən artırma eləyib sonra kəsirik ilməkləri. İkinci sırada əvvəl ilməkləri kəsib sonra artırma eləyirik. Belə bu formada belə bir naxış alınır. Sağ olun. Gələn videomda görüşənə qədər.